San. Buradan yazdım. Hə, bərabərlik 8-i oradan yaz. İndi bura baxırıq. İndi yenə burada bu tərəfdən yazacaqsan. Ver mənə. İndi buradan yazacaqsan. Buradan. İndi bura bax. Burada necə yazacaqsan? Və dedik ki 4 üstə gələk 2. Çünki 4 dənə buradadır, 2 dənə buradadır. Bunları topladıq, neçə elədi? 6 elədi. 3 ilə 5 topladı 8. İndi burada nə ilə nəyi toplayacağıq? 3 ilə 4'ü. Bəli, 3 üstə gəl 4. Afərin sənə. 10 demdə. Hələ yaz 3. Pilləndə buradan baxacağım. 3 üstə gələk. Üstə gələk bərabər. Yox, üstə gələk 4-də bir nəyə gəlirsən üstünə? Onu yaz. Tələsirsən sən. 3 üstə gələk 4. Hə, 4. Bərabərdir. Bərabərdir. Mən deyim də cavab verdim. 3 də 4. Böyükdən başla. Yaxşı. 7. A yaşa 7. Yazdım. İndi burada nəyin üstünə gələcəksən? Burada. 6'ın üstüne 2. A yaşa. 6 üstə gələk 2. 1, 2, 3, 4, 5, 6, 7, 8. A yaşa. İndi buradan yazırsan 6-dan. Yazırsan 6. Buradan Hadi hə buradan. A yaşa. 6. 6 üstəcək. Üzərinə gəlirik 2. Tələsmə. Bərabərdir. Bərabərdir. 8. A yaşa. 8. Yazdım. Baxım nə yazdın? Afərin sənə. İndi buradan misal sözünü mən yazdım səliqəni. Misal nömrə 2-ni yazırıq. Qarışmasın bir-birinə. Demək yazırsan. İndi bunu boş dairələrdə hansı ədədlər olmalıdır? Bax burada hansı ədədlər olmalıdır? Şifahi də görüm. 300 demesi. 6 eləyir. A yaşa. Burada 6 olmalıdır. Hələ yazma. İndi də belə şifahi deyil. Burada hansı ədəd olmalıdır? Orada 6, 8, A yaşa. Burada hansı ədəd olmalıdır? 9. Halal olsun sənə. İndi bunları da deyək, cəmi hesablayın. 2-nin üzərinə 1 gələndə, 3 eləyir. ay maşallah. 2-nin üstünə 3 gələndə, 5. ay maşallah 5. 0-ın üstə 3 gələndə, 3. 6-nın üstünə 0 gələndə, ay maşallah. Biraz möhkəm 6. 3-ün üzərinə 1. 4. Aha. 5-in üstünə 5. 10. 7-nin üstünə 0. 7. 0. 7. Bəli, yəni heç nə gəlmirsən. Deyil, ədədin özü. 0-ın üstünə 0. 0. 3-ün üstünə 3. 6. 4-ün üstünə 2. 4'ün üstüne 2. 6. Maşallah. 8-in üstünə 0. 8. 5-in üstünə gəl 0. 5. 1-in üzərinə gələk 9. 10. 3-ün üstünə gələk 5. 5. 7. 8. Aha, 8. 6-nın üzərinə 4 gələndə 5. üstünə 4 gəl. 10. A yaşa 10. 10-un üstünə 0. 10 tabi də. Əla. Deyir səhvləri tapın. Burada yazıb ki 3-ün üstünə 0 gələndə 0 eləyir. Düz deyil. Düz deyil. Nə olmalı? 3 olmalıdır bəli. 0-ın üstə 2 2. Düz deyil. 0 neylə vurur? Hər Üstə gələndə düzdür hə. Yəni heç nə üstə gəlsə 2 elə 2-nin özü eləyir. Heç nə gəlmirsən ki 2-nin üstünə elə 2 özü eləyir. 0 üstə 5 gələndə 4 eləyir. 0 üstüne 5 yerinde yox. Neçə eləyir? 5 eləyir. Ay sağ. Biraz möhkəmdir. 1-in üstünə 0 gələndə 10 eləyir. Neçə eləyir? Yox 1. 1 ay sağ. İndi burada deyir ki, burada niyə 1-in üstə 3 yazıbdır? Görürsüz, birinci işarələnən neçə dənədir? 1 dənə. 1 dənə mavi var, 3 dənə qırmızı var. Yəni 1-in üstünə 3 eləyəcək 4. Burada 3 dənə qırmızıdır. Ona görə 3, üstə görə 1 dənə mavidir, 1 4.
İndi 1 üstə gələ 3 bərabər 3 üstə gəlib. Yəni 1-in də üstünə 3 gələndə 4 edir. Yəni toplananların yerini dəyişdikdə Üçün üstünə cəm bir dəyişmir. gələndə- De görüm. Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Təkrar elə. Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Yəni 1-in də üstünə 3 gələndə 4 eləyir, 3-ün də üstünə 1 gələndə 4 eləyir. Yəni burada 1-in üstünə 3 gəldi və yaxud da 3-ün üstünə 1 gəldi. Eyni şeydir də. Yəni toplananların yerini dəyişdikdə İki üstüne bir gələndə. 2-nin də üstünə 1 gələndə 3 eləyir, 1-in də üstünə 2 gələndə 3 eləyir. Çox şeyin üstünə 3-ün ona qalsa üstünə 0 gələndə 3 eləyir. Onu demək istəmir. Neçənin üstünə neçə gələndə 3 eləyir. Onu demək istəmir. Yəni deyir bununla bunun yerini dəyişəndə yenə eyni cavab alınır. Yəni burada 1-in üstünə 3 yazıb. Burada 1-i birinci yazmasaq, 3-ü birinci yazsaq, 3-ün üstünə 1 gələndə yenə 4 eləyəcək. Başa düşdün? Yəni toplananların yerini dəyişsək, cəm dəyişmir. Yəni cavab dəyişmir. Hər domino daşındakı xalları hesablayın. Eyni sayda xalları olan domino daşlarını göstərin. 9, Burada neçədir? 5-in üzərinə 9. 4 gələndə 9 eləyir. 5, 5. 4, 6. Yox, 4-ün üstə 3, 1, 2, 3, 4, 5, 6, 7. 7. 3-ün üstünə 4, Üstüne 4, 1, 7. 7. Demək 4-ün də üstünə 3 gələndə 7 eləyir. Onu hesablamaya ehtiyac yox idi. Bayaq dedik axı toplananların yerini dəyişdikdə cəm dəyişmir. Burada birinci 4 verib, sonra 3 verib. Burada birinci 3 verib, sonra 4 verib. Nə fərqi var ki? 4-ün üstünə 3 gələndə 7 eləyir, 3-ün də üstünə 4 gələndə 7 eləyir. 9. 4-ün üstünə 5 gəlib bayaq nə vermişdi? 5-in üstünə 4 gəlmişdi. Bununla bunun cavabı eynidir. Sadəcə burada birinci 5'i yazıb, ikinci 4'ü yazıb. Burada birinci 4'ü yazıb, ikinci 5'i yazıb. Amma toplananların yerini dəyişdikdə, yəni cəm dəyişmir. Cavab dəyişmir. 1'in üstünə 4 gələndə 5. Amma burada 4'ün üstünə 1 gəlmişdi. Demək bununla da bu Ona da bərabər. bir şey deyil. Bəli, demək 5 ilə 4 bu buna bərabərdir. Bundan beraber. Bu buna bərabərdir. 3, 4 bu da buna bərabərdir yan yana. Aferin sənə. Boş xanada hansı ədəd olmalıdır? Burada hansı ədəd olmalıdır? Burada 3'ün üstünə 7 gəlib 10 eləyib. İndi burada isə birinci nə gəlib burada? 3'ün 7 üstünə 7. gelmeliydi. Burada nə olacaq? 7 gələcək. Halal olsun sənə. İndi burada 2'nin üstünə 8 gəl neçə eləyir? 2.